Quran oxuyanda bir qədər ayədə tez-tez buludlar haqqında danışıldığını görəcəyik. O da düzdür ki, biz buludları sanki ailəmizin bir fərdi kimi tez-tez gördüyümüzdən sıradan adi bir şeymiş kimi baxırıq. Amma halbuki gün ərzində diqqət eləsək, buludlar sanki bir ağ vərəq kimi günün çıxıb batmasından ta ayın çıxıb batmasına kimi göy üzündə müxtəlif cür rəngli əsərlərin ortaya çıxması üçün işlədilir. İndi bir sual ətrafında düşünək. Buludların ağırlığı nə qədər olar? Əgər haqqında məlumatım olmasaydı, normal olaraq yüngül bir şey olduğunu düşünərdim. Çünki istər-istəməz insan məntiqinə də sığmaz ağır buludların göy üzündə gəzməyi. Nəticədə o qədər şey içindən keçir. Hətta dilimizdə buludların yüngüllüyünü ifadə etmək üçün buludlara pambıq bənzətməsini də çox eşidirik. Amma əslində baxsaq, buludlar düşündüyümüz kimi yüngül deyil. Son illərdə əlimizdə olan texnologiyalar vasitəsilə aparılan araşdırmalar bizə onu göstərir ki, buludlar tonlarla su daşıdığı səbəbilə həqiqətən böyük kütləyə sahibdirlər. Məsələn, Sirius buludları ən xəfif buludlar olaraq bilinir və ya Stratus buludları təqribi bir neçə tondan yüzlərcə tona kimi çıxa bilir. Hətta Cumulonimbus buludları 500 min tondan yuxarı çəkidə ola bilir. Bəs bu məlumatları niyə verirəm? Çünki biz bu məlumatları əlimizdəki texnologiyalar vasitəsilə son illərdə öyrəndiyimiz halda Ərəf surəsinin 57-ci ayəsində o küləkləri rəhmətinin önündə müjdə olaraq göndərəndir. Nəhayət küləklər ağır buludları daşıdığı vaxt, səhaban siqalən, ağır buludları daşıdığı vaxt deyə buludların əslində ağır olduğu bizə bildirilir. İndi düşünün, belə bir iddianı 1400 il qabaq bir insan necə eləyə bilərdi? Həm də havaya qalxıb buludlara yaxınlaşmadan, onları tədqiq elə biləcək texnologiyaya sahib olmadığı halda. Düşünən bir toplum üçün Allahın varlığını göstərən ibrətlər çoxdur.